Salam əziz izləyicilər, bugün mən sizinlə buket tortunun hazırlanmasını bölüşəcəm. Videoya sona qədər baxıb, abunə deyilsinizsə abunə olub, şərh yazmağı unutmayın. Torta buket forması vermək üçün onu bu cürlə bölürük. Daha sonra iki hissəyə ayırıb, sonra o hissələri də üz-üzə yapışdırırıq ki, buketin ön hissəsi ilə arxa hissəsi bir-birindən fərqlənsin. Mən bu cür xoşlayıram. Bunu sadə yolla da eləmək olur. Sadəcə qabaq hissəni kəsib arxa hissəyə də yapışdıranlar var. Sadəcə mən bu cür xoşladığım üçün bu cür edirəm. Sizə də belə göstərməyi özümü xoş bildim. Bu arada tortun iç yığımı ilə də tanış olursunuz. Burada karamel jeli, şokolad sosu, damla şokolad, qoz ləpəsi, bu cürünə yığımda paylaşmışam kanalımda. Baxmaq istəsəniz əgər kanalımı izləyə bilərsiniz. Buket tortunu sıvamaq o qədər də asan deyil. Yəni bu işlə məşğul olanlar bunu bilir. Mən ən asan yol bunu seçdim. Boşluqları daha rahat doldurmaq olur. Məncə siz də bu cür etsəz biraz daha səliqəli eləmək olar. Yəni boşluqlar da olar. Daha gözəl görüntü əldə etmək olar. Sıvaq işimiz beləliklə sonlanır. Burada mən sizə bəzəyi vurduğum masatqanı göstərirəm. Onu yaxşı görünmür. Videonun sonunda şəklini əlavə edəcəm. Big ağız. Sıvaq işimiz beləliklə sonlanır.
Naxış işlərim bitdikdən sonra gülləri düzməyə başlayıram. Dediyim ki, mənim fikrimdə bu cürlə gülləri düzmək yox idi. Sadəcə sifariş verdiyim güllər vaxtında gəlmədiyi üçün mən daha evdə olan bənövşəyi və aruzlu güllərdən bu cürlə dizayn etmək qərarına gəldim. Fikirlərinizi yazarsınız, necədir, necə alınıb, görünüş barədə. Big ağız. Sen yanan bir şemimsen, bense yanan pervaneyim, bense yanan pervaneyim. Sen ince bir leyliysen, ben Big çöllerde ağız. divaneyim, ben çöllerde divaneyim. Necibem, gül necibem, ay şirin dil necibem. Necibem, gül necibem, ay şirin dil necibem. Al kırmızı yanakların, kara gözünden alırdı, kara gözünden alırdı. Gül nefesli dudakların, Burada daha da maraqlı etmək üçün burada onları xırda qızıl muncuqlarla bəzəyirəm. Təbii ki, bu isteğe görədir. Siz istəsəniz daha iri muncuqlarla bəzəyə bilərsiniz. Naxışların əvəzinə qaşlar da qoya bilərsiniz. Bu da belə görünüş. Daha sonra kanalda hansı videolar görmək istəyirsiniz, hansı qırqların bəzənməsini istəyirsinizsə şərhlərə yaza bilərsiniz. Bu arada abunə olmağı və şərh yazmağı mütləq unutmayın. Görüşərik. canlar alan bakışların, bu kalbim